birincisi P olaraq qalacaq, ikincisi keçir B-ya. Məsələn, qoşa t görsəm, deyirəm ki, hətta. Hətta. Necə tələffüz edərik fərqdə? Bəli. Birincisi t qalır, ikincisi d-ya keçir. Hətta. Harada qoşa t gördük, t-d kimi tələffüz olunacaq. Deyəcəm. Q səsinin k-nı verdiyi, q hərfinin k səsini verdiyi sözlər. Sabiq söz edirəm onu. Hə, sabiq. Qoşa k-da, məsələn, deyirəm sək, kiz. Necə tələffüz olunacaq? Sək, ciz. Bəli. Yəni, ikincisi dəyişir. Sək, ciz. K, c-ya keçir. Qoşa y-da məsələ nədir? Burada artıq vəziyyət dəyişir. Bəzi sözlərdə var ki, əgər qoşa y-yı iyyat şəkilçisinin tərkibindədirsə, iyyat-iyyə şəkilçisinin tərkibindədirsə, y bir dənə ilə tələffüz olunacaq. Nə demək istəyirəm? Məsələn, deyirəm ədəbiyyat. Ədəbiyyat. Bu sözün kökü nədir? Ədəb. Ədəb. İyyat burada şəkilçidir. Artıq iyyat şəkilçidirsə, burada y-nın birini düşürməliyəm. Yaxşı. Əgər qoşa y-yı iyyat şəkilçisidirsə, onun tərkibindədirsə, y-nın biri düşür. Yəni, bunun düzgün versiyası olur nə? Ədəbiyyat. Bax, bir y ilə. Amma yox, sözün özündədirsə, məsələn, deyirəm təyyarə. Bu sözün kökü nədir elə? Təyyarə. Təyyarə. Olduğu kimi 2 dənə y qalacaq. Aydındır? Onlayndakı müdavinlər aydındır sizə də? Bəli, müəllimə. Deyilən digərlərdə qulaq asır. Qırqıya başqa bir şey yazmaq olar. Qoşa qırqıya hər şey yazmaq olar. Nə istəyirsiniz yazın. Bax, məsələn, deyirəm bələdiyyə. Sözün kökü nədir? Cavid. Bələd. Ay, sağ ol. Neçə, bax, sözün kökü bələddir, iyyə şəkilçidir. Bələdiyyə. Neçə dənə y ilə yazacaq? Bir dənə y ilə. Əslində, hələ də bu sual işarəsində niyə bələdiyyə sözü, bələd sözündən əməlidir? Çünki bələdiyyə şəhərə bələd olanlardır ki, bələd olunan insanlar. Səyyar. Sözün kökü nədir? Səyyar sözün kökü nədir? Səyyarın özüdür. Bütün özüdür. Onda neçə y ilə tələffüz olunur? 2 y ilə tələffüz olunur. Aydındır? 19 mu səs toplamışım? Baxın, indi mən sizə Allahın cahilləri bir sual verim ki, müəllim, qoşa y-yını yazdınız, k-ni yazdınız. Məsələn, var qoşa z-zı. Məsələn, var qoşa s-sı. Var məsələn, qoşa m-mı. Və bunda nə varlıq? Onlarda fərq olmurdu. R-r, başqa şey. Bunların heç birində heç nə dəyişilmir. Sadəcə dəyişilənlər mən yazdıqlarımdır. Qoşa k-k, qoşa q-q, qoşa p-p, t-t, bir də y-y. Bunlar yan-yana gələrsə dəyişim olur. Qalan heç bir ehtimalda dəyişiklik olmur. Yaxşımı? Əla. Bu oldu samitlərin tələffüzündə qayda 1. Gəldik indi müxtəlif samitlərin tələffüzü. Orada artıq vəziyyət dəyişir. Qayda 2 deyək, samitlərin tələffüzündə. Əgər sözün ortasında n saiti gələrsə, əgər sözün ortasında gözü istəyirəm, dəstəyəm mən. Hə, lazımdır öyle. Əgər sözün ortasında n samiti gələrsə, n samiti gələrsə, özündən sonra b bir də m samitləri gəlirsə, n çevrilib m kimi tələffüz olacaq. B-m samitləri gəlirsə, n m-ya keçir. Yaxşı? Keçir. Yenə deyirəm.
ortasında n samiti gəlirsə, sözün ortasında fərqləndə, yəni n samiti gəlirsə, özündən sonra b, m samitləri gəlirsə, bu zaman n, m-ya keçir. Məsələn, deyirəm 15. Bax, 15. n-dan sonra b gəlir. Necə tələffüz edəcəm? 15. N çevrilir nəyə? M-ya. 15. Yaxşı. Tənbəl. Bəli. Necə tələffüz edəcəm? Tənbəl. Belə tələffüz olur. Tənbəl. Yaxşımı? Aydın oldu bu qaydada. N gəlirsə, özündən sonra b ilə m görürəmsə, o zaman keçir. Amma bəzi sözlər var ki, o sözlərin, yox, keçmir söhbət deyil. O sözlərin özündə m-dır. Bax, məsələn, deyirəm ki, ambulans. Ambulans. Məsələn, deyirəm emblem. Məsələn, deyirəm embargo. Bu kitabda var. Embargo. Yadına salarsınız, qrupa PDF-i bir də ataram. Embargo. Bu sözlərin özü m ilə yazılıb, m ilə tələffüz olunan sözlərdir. Yaxşı. Yəni, biz bunu səhv verib deyəcək ki, məsələn, emblem sözü m ilə yazılır, amma özündən sonra b gəlib deyə m-ya keçib, səhvdir. Emblem ilə m ilə, bax, var Azərbaycan kitabında. M ilə yazılıb, m ilə tələffüz olunan sözlər. Emblem, embargo, ambulans, nə bilim, peyğəmbər, bir çox söz var. Sağ olun. Xəstələnmişim. Məndən keçdi. Doğru. 10 dəqiqə döydü buradayıq. Bu söz çoxdur, mən özüm 3 dənəsini yazdım. Kitabda var, baxarsınız. Onsuz da bu əzbərçilikdir. Sadəcə sözlərə bir nəzəri göz yetirin ki, bilin ki, bu sözlər m ilə yazılır, m ilə tələffüz olunur da, yaxşı. Yəni, bu n-m-ya keçmək məsələsi deyil. Aydındır? Bəli, Zərfəm müəllimə, bu son imtahan düşüb fonetika. Bəli. Neçədən düşmüşdü? Bir dənə. Bir dənə q hərfin verdiyi səs düşübdü. Qını, qoşa qını müəllimə, yoxsa sonunda gələn qı? Sözün sonunda q gəlirsə verdiyi səs. Aha. Sabit nazır yazılmışdı. Sabit. Bir də var idi məntiq. O da q-dır. Ha. İndi onu da izah edəcəm. Bax, qayda 3. Bir də qayıdış feil düşmüşdü. Hə, onu nasıl izah eləmişdim? Yoxsa yəqin yadınızdan çıxıb. Məsələn, deyirdim ki, gül açıldı. Deyirdim, gül öz-özünə O açılır. yazıb. Ha, onu keçmişik 2 dəfə. Yazmışdın, canavar gəzək. Özlərində görürdü. Ay sağ ol, oydu. Sən yazmamısan. O da belə bir şey, kitab rəflərə yığıldı. Kitab rəfləri öz-özünə yığılanmır, kimsə tərəfindən Bu dəfə yox yığılanmır. idi şey, feili bağlama, feil sifət. Olur da, yəni o şeylər ətrafında oynayırlar. Nəsə ətrafında oynayanda deyilik də. Amma indi ümumi demək deyirlər ki, məsələn, feildən gətirib biz bilmirik də hansını. Onsuz o ətrafda oynayırlar. Və sən saydan çox az salırlar. Nəysə, qayda 3. Əgər Amma asan deyil. sözün sonu bilirəm. Əgər sözün sonu b, d, c, c ilə bitərsə, hələ qaydanın davamını yazmıram, nümunə üzərində göstərəcəm. Əgər sözün sonu b, d, c, c ilə bitərsə, düzgün şəkildə necə tələffüz olunur izah edəcəm. Yaz Cavid. Razıyam mən. Hadi. Məsələn, deyirəm kitab. Şöyle da. Bəli. Məsələn, deyirəm kənd. Sözün sonu b, d, c. Məsələn, deyirəm nəhəng. Məsələn, deyirəm ağac. Bax, Azərbaycan dilində belə bir qayda var. Deyir ki, əgər sözün sonu b, d, c, c ilə bitirsə, necə tələffüz olunur? Əgər söz olduğu kimi qalıbsa, kitab, bu belə tələffüz olunacaq. B, p-ya keçəcək. Bax, kitab, özünün kar qarşılığı ilə əvəz olunacaq. Kənd necə tələffüz olunacaq? Kənd. D, t-ya çevrilir. Kənd. Nəhəng.